Hazreti Peygamber Aleyhisselam'a ayet nazil oldu ki, ey insanlar, Peygamberi birbirimizi çağırdığımız gibi çağırmıyor. Bu ayet nazil olandan sonra elham ya Resulallah, ya Nebiyallah, Hanım Zehra salamullahi aleyha dedi, mən də çəkindim də ona ey ata deməyə. Mən də başladım hamı kimi ya Resulallah dedi. Gördüm mənim bu cürə çağırmağım Peygamber Aleyhisselam'ı açmır. Sanki xoşu gəlmir. O zövk var ki, o ləzzət ki alır. Bir dəfə, iki dəfə, üçüncü dəfə də Xatamul Ənbiya dedi, qızım Fatimə, sən məni bu cürə çağırmaydın. Bu bayə ləm tənzil fiyik. Sənin barəndə nazil olmuyor. Bu qəlbi qəsalətləri barəsində onları ədəbləndirməkdən ötəri nazil olunur. Sən mənə elə ey ata deyilmə. Niyə? Çünki sənin ey ata deməyin, məni ata çağırmalı. Əhyalil qəlb, mənim qəlbimə həyat verir. Əzizim, Peyğəmbər Aleyhisselam kimdir? Aləmlərin qəlbi Peyğəmbər Aleyhisselam. Bax, Qur'anın qəlbi olan Yasin surəsi, qəlb-ül Qur'an, birisi Qur'anın qəlbidir. Kimin adı ilə bağlıdır? Yasin Peyğəmbərin adı. Qur'anın qəlbi Peyğəmbər Aleyhisselam. Aləmlərin qəlbi Peyğəmbər Aleyhisselam. Amma aləmlərin qəlbi olan Peyğəmbərin öz qəlbinə can verən Xanım Zəhra salamullahi aleyhanın bir kəlmə sözüdür. Sən mənə ey ata deyəndə mənim ürəyim canlanır, həyat bəxş edirsən mənim qəlbimə və ərzalir Rəbb, Allahı razı salırsan. Bu gecə bir xanımın şəhadət gecəsidir ki, onun bir kəlmə sözü Allahı razı salır. Bir kəlmə sözü ey ata deməyi Peyğəmbər Aleyhisselama can bəxş edir.